İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruh. Ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye lehu. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve resulü amma ba'd. İbadetin növlərində qalmışdır. İbadetin növlərindən də biri xovfdur, qorxu. Yəni bu haqda Allah Teala buyurur ki: "Fələ təxafu və xafuni in kuntum mu'minin." Yəni əgər möminsinizsə, yəni onlardan yox, məndən qorxun. Yəni qorxu növ olaraq 3 qismə bölünür. Alimlər qorxunu 3 qismə bölürlər. Birinci qism ibadət qorxusudur və həmçinin təzim və gizli olan qorxu deyirlər buna. İkinci qorxu təbii qorxudur. Üçüncü qorxu da haram olan qorxudur. İbadət qorxusu hansı qorxudur? İbadət edənin ibadət olunandan qorxması. İbadət edənin ibadət olunandan qorxması. Və həmçinin ibadət olunana zəlil olması, boyun əyməsi, təzim etməsi. Bu növ qorxu, yəni vacib olan qorxudur. Və onu Allahdan başqasına sərf etmək, yönətmək şirkül əkbardır, böyük şirkdir. Aydın oldu? İbadət edənin ibadət olunandan qorxması və yaxud da ki, ibadət olunana zəlil olmaq, onu təzim etmək və həmçinin ona boyun əymək. Bu artıq vacib olan qorxudur və bunu da Allahdan başqasına sərf etmək nə sayılır? Şirkül əkbar. İkinci qorxu, təbii qorxudur. Təbii qorxu bir insanın yəni oddan qorxması və yaxud da ki, vəhşi heyvanlardan qorxması. Bu da icazəli bir qorxudur. Üçüncü qorxu, yəni Allahın rəhmətindən ümid kəsmək. Üçüncü qorxu hansıydı? Haram olan qorxudur. Buna misal olaraq Allahın rəhmətindən ümid kəsmək. Və yaxud da ki, yəni xaliqə asi olan şeydə məxluqdan qorxmaq. Bu haram qorxuya aiddir. Xaliqə asi olan şeydə məxluqdan qorxmaq. Bu, yəni haram qorxuya aiddir. Ondan sonra gəlir ümid. Ümid də ibadətin növlərindən biridir. Buna dəlil olaraq Allah Teala buyurur ki: "Fəmən kana yarju liqa rabbi fely'amel amelen salihan və la yushrik bi'ibadati rabbih ahada." Yəni kim Rəbbinlə qarşılaşmaq istəyirsə, salih əməl işləsin. Və la yushrik bi'ibadati rabbi ahada. Və Rəbbinə ibadətdə heç bir şeyi şərik qoşmasın. Şərt qoyur Allah Teala. Kim Rəbbi ilə qarşılaşmağa istəyirsə, yəni necə qarşılaşmağa? Xoş qarşılaşmağa istəyirsə, ümid edirsə, onda salih əməl işləsin və ibadətdə Rəbbinə heç bir şeyi şərik qoşmasın. Ümid. Ümid nə deməkdir? Ümid bir insanın yəni bir şeyə çatmaq üçün yaxından və ya uzaqdan olan bir şeyə nail olmaq üçün ona tamah etməsi, onu istəməsi. Buna nə deyilir? Ümid deyilir. Yəni ümumiyyətlə ümid, yəni zəlilliyi və yəni aşağılığı özündə əhatə eləyir. Bu da yalnız Allah'a olur. Bunu Allahdan başqasına sərf etmək şirkül əkbar sayılır, böyük şirk sayılır. Aydın olur, bunu Allahdan başqasına sərf etmək böyük şirk sayılır. Lakin təriflənilən ümid var, qınanılan ümid var. Var təriflənilən ümid, var ki, qınanılan ümid. Yəni təriflənilən ümid hansı ümiddir? O kim üçün olur? Yəni Allah'a itaat etməklə əməl edən kəsdə olur. Yəni Allah'a itaat edərək, yəni əməl edən kəs üçün olur və həmçinin savab, ümid edən kəsə olur və asiliyindən tövbə edən kəsə olur. Və yaxud da ki, tövbəni qəbul etməklə yanaşı, ümid edən, yəni tövbənin qəbul olmasını, yəni istəyən, ümid edən, yəni kəs üçün olur. Bu, yəni təriflənmiş ümiddir. İkincisi isə qınanılan ümid hansıdır? Qınanılan ümid odur ki, əməlsiz ümid eləməsi. Bu da aldanışdır və qınanılan bir şeydir. Misal üçün, murciyələr ancaq ümid edirlər. Allah Subhanahu taala bizi bağışlayacaq. Aydın oldu. Onlara görə əməl imandan deyil. Əhl-i sünnənin əksi olaraq. Əhl-i sünnə nə deyir? Yəni, iman
dildir, qəlbdir, əzalardır. İtaətlərlə artır, asiliklərlə azalır. Əhl-i sünnəyə görə. Murciyələr isə nə deyirlər? Murciyələr 3 qismə bölünür. Var ki, sadəcə murciyələr deyirlər ki, bilmək elə imandır. Bunlar ən şiddətli murciyələrdir. Bunlara cəhmiyyə deyilir. Yəni bunlar sahabələrin, tabinlərin dövründə yəni çıxan ən şiddətli firqədir. Bunları təkfir ediblər. Tabinlər. Yəni hətta onlara görə iblis də mömündür. Çünki iblis bilir axı. İblis bilirdi. Çünki onlara görə iman təkcə bilməkdir. Bir şeyi bildinsə imandır. Və iblis də bilirdi. Onlara görə mömin sayılırdı. Ona görə ən zəlalətli olan firqələrdən biri sayılır. İkincisi murciyələr var. Onlar deyirlər ki, yəni sadəcə dillə deməkdir. Yəni dillə demək sadəcə dillə deməkdir. Və yaxud da ki, bir qismi var ki, sadəcə qəlbən bunu iqrar etməkdir. Üçüncü qism odur ki, fuqaha murciyə deyilir bunlara. Fuqaha murciyə kimlərdir? Dillə deyirlər və qəlbən təsdiq edirlər. Deyirlər ki, əməllər imandan deyil. Əməllər imandan deyil. Əhl-i sünnəyə xiləf olaraq. Amma əhl-i sünnə deyir ki, dildir, qəlbdir, dillə söylənilməlidir, qəlblə etiqad olunmalıdır və əzalarla həyata keçirilməlidir. İman budur. Bir-birini tamamlayır. Murciyalara görə, fuqaha murciyalara görə isə dillə demək, qəlbən təsdiq etmək, əməllər imandan deyil. Əməllər imandan deyil. Ona görə onlar əməl etmirlər. Lakin bəzi qismlər, bəzi firqələr, xüsusən də misal üçün bəzi xavariclər və təkfirçilər bizi murciə adlandırır. Yəni əslində belə baxsaq, yəni bizdən çox əməl edən yoxdur. Ona görə Abdullah ibn Mübarək rahimehullah ona deyir ki, biri gəlir onun yanına, deyir ki, qayıdır buna, deyir murciə kimdir? Deyir murciə o kəsdir ki, deyir əməlləri imandan görmür. Deyir sən deyir namazın tərkini nə görürsən? Deyir mən namazın tərkini kiçik küfür görürəm. Deyir sən də qocalan vaxtı deyir murciə mi oldun? Deyir subhanallah deyir. Murciələr deyir əməli imandan görmür. Mən isə deyirəm ki deyir əməl nədir? Yəni iman nədir? İman dildir, qəlbdir və əməllərlə həyata keçirməkdir. Mən necə murciə ola bilərəm? Yəni, ona görə də bəzi insanlar başa düşmür. Yəni murciələr onlara görə yəni əməllər imandan deyil. Yəni elədin, eləmədin, fərqi yoxdur. Sən Cəbrail əleyhissalamın, peyğəmbərlərin yəni imanı ilə eynisən. İman çünki onlarda əməllərlə atmır. Asiliklərlə də azalmır. Elə dinlə dedin, qəlbən təsdiq edinsə sən iman əhlisən. Qutardı. Amma əhl-i sünnə bunun əksini deyir. Əhl-i sünnə deyir ki, iman dildir, qəlbdir və həmçinin əzalardır. İtaətlərlə artır, asiliklərlə azalır. Lakin xavariclər isə deyirlər ki, dildir, qəlbdir, əməllərdir, itaətlərlə artır, asiliklərlə azalmır. İman kütlədir, birdən-birə hamısı çıxır. Əgər bir insan bir günah eləsə, ondan imanın əsli də çıxır. Lakin əhl-i sünnə və cəmaata burada müxalif olublar. Əhl-i sünnə və cəmaat deyir ki, imanın əsli çıxmır. Yəni insan, yəni əsli çıxmır ta ki, yəni ki o imanın əslini çıxaran bir, yəni əməl etməyəcəyə qədər. Ondan sonra gəlir təvəkkül. Təvəkkül də ibadetin növlərindən biridir. Dəlil buna Allah Teala buyurur ki: "Və alallah təvəkkəlu fətəvəkkəl in kuntum mu'minin." Yəni əgər möminsünüzsə yalnız Allaha təvəkkül eləyin. Əgər möminsünüzsə yalnız Allaha təvəkkül eləyin. Başqa ayədə Allah Teala buyurur ki: "Və men yetəvəkkəl Allah fəhuve hasbu." Kim Allaha təvəkkül eləyərsə Allah ona kifayət edər. Təvəkkülün lüğəti mənası nədir? Təvəkkülün lüğəti mənası yəni bir şeyə etimad etmək. Bir şeyə etimad edərək təvəkkül etmək. Lakin şəri mənası isə yəni Allaha doğru etimad etmək. Səbəbləri güvənərək və səbəbləri tutaraq. Güvənərək, yəni Allaha etimad etmək və həmçinin şəri səbəbləri götürərək. Təvəkküldə də 3 dənə şərt var. Yəni təvəkkülün həyata keçirilməsi üçün 3 dənə şərt var. Birincisi odur ki, yəni Allaha sidqlə
etimad etmək. İkincisi, güvənərək ki, Allah Subhanahu taala vəd verdiyi şeyi mütləq yerinə yetirəcək. Üçüncüdəki, buyurulan səbəbləri götürmək. Və iki də dayağı var təvəkkülün. Birincisi, səbəbləri tutmaq. İkincisi, işi Allaha havalə eləmək. Əgər bir insan sadəcə səbəbləri tutarsa, Allaha işi havalə eləməzsə, alimlər nə deyirlər? Onun tövhidində naqislıq var. Əgər bir insan səbəblərsiz birbaşa Allaha təvəkkül edirsə, onda deyirlər alimlər, onun nəyində naqislıq var? Ağlında. Məsələn, misal üçün, əkməyib, deyir ki, oranı biçəcəm. Evlənməyib, deyir ki, uşaq gözləyirəm. Arzan, bu mümkündür, yox. Deməli, bunun nəyində naqislıq var? Ağlında. İkincisinə misal, yəni, səbəb tutur, işi Allaha havalə eləmir. Mesela evlənir, deyir ki, uşaq mütləq olacaq. İşi Allaha yox, işi səbəbə bağlayır. Bu problemdir. Və yaxud da ki, əkir, deyir ki, mütləq bitəcəkdir. İşi Allaha yox, Allaha havalə etmir, hara havalə edir, hara bağlayır, işi səbəbə bağlayır. Bu da problemdir. Bu da yəni problemdir. Subhanəkə Allahümə və bihamdik və əşhədu əllə nəstəğfiruka və etûbü ileyk. İndi biraz da şey haqqında götürək.